Oktyabrın 22'sinde hava bəzi yerlərdə yağıntılı olacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 21-dən 22-sinə keçən gecə və səhər arabir yağış yağacağı gözlənilir. Güclənən şimal-qərb küləyi səhər, cənub-şərq küləkləri əvəz olunacaq. Temperatur gecə 13-15, gündüz 17-20 dərəcə isti, atmosfer təzyiqi isə 766 mm civə sütunu olacaq. Naxçıvanda da gün ərzində arabir yağış yağacaq, bəzi yerlərdə güclənəcək, temperatur 16-18 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağış yağacaq, şimşək çağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq, bəzi yerlərdə duman gözlənilir, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 10-14, gündüz 18-22, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.